Mən Hacıyeva Fazilə Hüseyn qızı 1954-cü ildə Çəmbərək rayonunun Toxluca kəndində anadan olmuşam. Bizim kəndimiz çox səfalı bir yerdə, Göyçə gölünün kənarında, dağların qoynunda yerləşən bir kəndidir. Kəndimiz çox böyük kəndidir. 450 nəfər, 450 evdən ibarət bir kəndidir. Kənddə hər cür kommunikasiya, xəstəxana, tam orta məktəb, böyük məktəb, xəstəxana, poçt, mədəniyyət evi, yeməkxana, sonra idarə, bunların hamısı var idi. Amma bircə şey yox idi ki, bizim deməli kənddən hələ ki rayon mərkəzində, raykomda, o vaxt raykom deyirdilər də, işləyən yox idi. Demək olar ki, kəndimizdə bütün ancaq Azərbaycanlılar yaşayırdı. Kəndimizin hər şeyi olduğu kimi ibadətxanamız da var idi. Yəni kəndimizdə ayrıca tikə bilmədikləri üçün Sovet dövrü idi də qoymazdılar. Ona görə də kəndimizdə olan qardaş var idi, mollalar, Məhəmməd Dağı və Məhəmməd Əli. Onlar evlərini tikərkən evlərinə bitişik böyük bir tağda tikmişdilər ki, ibadət eləmək üçün müəyyən vaxtlarda, müəyyən günlərdə, nə bilim, Məhərrəmlik vaxtı, Novruz bayramı vaxtı, Qurbanlıq bayramı vaxtı, Ramazan bayramı vaxtı, bunların hamısında yığışardılar bizim kəndçilər, Toxluca kəndindən olan adamlar və yığışardılar, o ibadətgahda namaz qılardılar, dualar oxunardı. Və bizim kəndin çox böyük də bir qəbirstanlığı var idi. Biz uşaqkən gedirdik o qəbirstanlığa. Amma çox heyranlıqla həmişə baxırdıq ki, ay Allah, buradakı olan bu baş daşlarında bu nə yazılardı belə? Çox qədimi bir daşlar idi. Üstündə yazılan hərfləri oxumaq mümkün deyil idi. O nə Kiril əlifbası deyil idi, o nə Latın əlifbası deyil idi. O nə də erməni hərfləri deyil idi. O tamam başqa bir hərflər idi. Və biz öz-özümüzə uşaq idik da, başa düşmürdük. Deyirdik, görəsən bu nəymiş belə, amma çox qədim bir yerlər idi. Deməli, kəndimizdə təpələr var idi. O kəndin təpələrinin hamısının da ayrıca adları var idi. O təpələrdən biri də Ocaq təpəsi idi. Ocaq təpəsinin üstündə də həmin o daşlardan var idi, böyük daşları idi. Üstündə yenə oxuya bilmədiyimiz o hərflərlə yazılar var idi. Çox qədimi bir şeylər var idi. Hətta o daşlar köhnəldikcə üstündə olan o qəribə yosunlar, qəribə bitkilər onlardan vardı. Həm də xına deyirdik uşaq vaxtları, o daşların üstündən o qurumuş şeyləri yığırdıq, xına deyirdik. Onu biraz isladandan sonra o rəng verirdi və biz həmin rəngi xına kimi dırnaqlarımıza yaxırdıq. Deyirdik ki, gedirik Ocaq təpəsinə dırnağımıza xına qoymağa. Bizim kəndimiz gözəl yerdə yerləşsə də, iqlim şəraiti çox çəkdir. Ona görə də o Göyçə gölünün suyu da soyuq idi, amma bizim üçün yaxşı idi. Kəndimizdə bulaqlar var idi. Elə biri bizim evin qabağındaydı, adına Qarabulaq deyirdilər. Tuzlu bulaq deyirdik. Əslində o tuzlu deyil idi. O indiki sözlə desək qazlı bir su idi. Tuş dadı da verirdi. Niyəsə duzlu bulaq deyirdik. Sonra Hacı İsmayıl bulağı var idi. Təpənin ortasında, iki təpənin. O da çox saf, çox dadlı bir su idi. Kəndimizin ortasında isə bir dənə çay axırdı. O çayın adı yox idi. Həmin o sularda bəzi vaxtlar gördün ki, o yağış yağan vaxtlar balıqlar da olmurdu həmin o çayda. Sonralar o ermənilər orada bilmirəm nə elədilərsə çayın suyu lap azaldı. Kəndimiz görünüşcə çox gözəl görünən bir kənd idi. Kəndimiz həmişə qonaqlı qaralı olub.
Bizim kənddən əlavə o gölün qırağında başqa çoxlu kəndlər var idi. Şorca var idi, Şorca, Ardanış, Cil, Pəmbək, Dərə kəndi, Ağbulaq. Sonra bizim hətta mənim babalarımın qoyun saxlanan yataqları olub. O vaxt yataq deyirmişlər, firma demirmişlər, yataqları olub. Həmin o yataqların da özlərinin adı var idi. Köm deyirdilər, dərə, nəysə o yadımdan çıxıb, o Göyçə gölünün lap kənarında idi həmin o qoyun yataqlarının, mal yataqlarının yerləri. Qışda orada saxlayırmışlar, yayda isə qaldırırmışlar onları yaylıqlara, həmin o təpələrə. Bizim bu xoşbəxt günlərimizdə bu məktəbimiz də dediyim kimi böyük bir məktəb idi. Hamıda savadlı olmağa can atırdı. Gözəl dərslərimiz, gözəl müəllimlərimiz var idi. Hamı oxumağa can atırdı. Bizim kənddə demək olar ki, kəndin çox hissəsi savadlı idi, hamısı oxuyurdu. Amma bütün bunlara baxmayaraq bizi rayonda işə götürmürdülər. Çünki ermənilər idi, ancaq erməniləri götürürdülər. Bizim kənddən alimlərimiz də, bizim kənddən həkimlərimiz, bizim kənddən müəllimlərimiz, bunların hamısı bizim kəndin öz adamları idi. Kənd çox mehriban, kənd çox qonaqpərvər, qonaqsevən, hər işə yarayan, qoçaq bir sakinlər idi. Daha ki, bu 1988-ci, 89-cu illərə kimi, 88-in axırlarında bu məlum erməni miyaçumları başladı. Miyaçumda birləşməkdə bilir hamı. O vaxt başladılar, deməli bizim kənddə qabaqda çörək bişirilən sex var idi. O işıqlarımızı kəsdilər, sex işləmədi. Sonra sularımıza dedilər ki, su anbarı var idi, krantlarla su gəlirdi. Oranı zəhərlədilər, işığımızı kəsdilər, kəndə avtobus gəlmədi, hər yerlə əlaqəmiz kəsildi. Kənddə mağazamız var idi, böyük mağaza, 3-4 mağaza var idi. Onların heç birinə mal, ərzaq, nə bilim, geyim şeyləri, gündəlik tələbat məhsulları gəlməyə qoymadılar, yolları bağladılar. Bircə şeyə icazə var idi ki, buradan çıxın, gedin tələsin. Nə qədər müqavimət göstərirsə də silahsız adam nə eləyə bilər? Kimi başının altına babasına qalmış xəncəri qoyurdu, kimi böyük bıçağı var idi, kiminin dəhrəsi var idi, amma heç kimdə də silah yox idi. Ona görə də məcbur olub axır vaxtlar ki, daha bütün bu kommunikasiya xəttlərini zad bağladılar, məcbur olub çıxdı camaat, çox çətinliklə, çox ağırlıqla, yollarda itki verə-verə, əldə toxunmuş xaltalar çox idi. Çünki orada xalçalar toxunurdu. Böyük sexlər var idi, xalça sexləri, hər öz evində toxuyurdu onu. Hamının da evində əl xalçaları vardı. O xalçaların hamısını aldılar əllərimizdən. Bahalı şeylərimizin hamısını aldılar əllərimizdən. Çox çətinliklə getdik. Daha ki, Qazax rayonuna çatana kimi. Mənim anam əslən doğulduğu yer İrəvan şəhərinin özü idi. Təpə başında doğulub. Ceyran müəllimi heç kim familiyasını çağırmırdı. Çünki Ceyran müəllimi elə bir müəllim idi ki, onu rayonda bütün hamı tanıyırdı. Hətta belə onun indi məzarının üstündə də yazılıb Ceyran müəllim. Bu Ceyran müəllim rayona gəlib, ərə gəlib, amma ailələri, qardaşı, bacısı, anası evi, anası hamısı İrəvan şəhərinin özündə olub. Ceyran müəllim təpə başında doğulan vaxtı onların bağ evləri olub. O bağ evi də Sovetlər qurulan vaxtı
Hüseynqulu ağanın bağları imiş, meyvə bağları hektarlarla. Ona mən bağ deməzdim, çünki o bağ deyildi, o meşə idi. Amma meyvə meşəli idi. Hamısı seçmə meyvələr idi. Həmin o bağın ortasından da Zəngi çayı axırdı. O Zəngi çayının da suyu həddindən ziyadə şəffaf, həddindən ziyadə gözəl bir rəngi var idi və çoxlu balıqlar var idi o Zəngi çayında. Mənim nənəm deməli hardasa 1890-cı və yaxud da ki 90-cı ilə bir il qalmış İrəvan şəhərində doğulan bir qadın olub. Babam da elə həmin yaşlarda, həmin İrəvan şəhərində doğulan olub. Mənim nənəm niyə gedib ikinci dəfə ərə? Ona görə ki, təpə başında evləri var imiş, bir də bağ evində evləri var imiş. Yay vaxtı onlar təpə başı tərəfə gedərmişlər hamama. Bağ evində hamamları yox imiş. Gediblər deməli hamama gedəndə bir oğlunu, bir qızını götürüb gedib. O hamamdan çıxanda da bacısını yoldaşa qoymayıb bağ evinə qayıtmağa. Bacısının yoldaşı bilirmiş ki, eşidibmiş ki, şübhəliymiş ki, həmin bu gecə Azərbaycanlıları, türkləri ermənilər qıracaqlar. Kütləvi şəkildə buna hazırlıq gedib. Deməli nənəm gecəni qalıb, səhər bağ evinə gedəndə gedib görüb ki, həyat yoldaşını da, oğlunu da balta ilə doğrayıb, eləyib çıxıb gediblər. 11 yaşında qızını, 5 yaşında da oğlunu götürüb İran sərhəddinə qaçıb, olan əlindəki zinət əşyalarından, qızıllarından birlikdə. İrana qaçanda da orada deyiblər ki, Leyla xanım, bəs siz onsuz da burada saxlaya bilməyəsiniz bu uşaqları. Farslar deyib, farslar. Bu uşağı mənə satın, bizə satın. Təbii ki, nənəm razı olmayıb. Bazarda deməli axırıncı qızılını xırdalayarkən ki, uşaqlara çöp alsın, həmin vaxtı qarışıqlıq vaxtına salıb uşağı əlindən alıb qaçırdıblarmış. Nənəm o tək qızını götürüb təzədən qayıdıb şəhərə, şəhərdə yenə qorxa-qorxa belə yaşayıblar. Mənim babamla evləniblər. Babamla evlənəndən sonra mənim anam və 4 dayım dünyaya gəlib. Şəhərdə yaşayanda da nənəm onlara o qədər nifrət eləyirdi ki, heç vaxt erməni dilini nə öyrənmədi, nə danışmadı, nə onlara baş əymədi. Axırıncı vaxtlarına kimi çarşafda gəzirdi. Ermənilər də həmişə baxıb türk öz aralarında. Türkü o vaxt millət kimi yox, bizə təhqir kimi işlədirdilər o sözləri. Və məktəbdə, şəhərdə də 2 dənə, İrəvan şəhərində 2 dənə Azərbaycan məktəbi qalmışdı, var idi. Biri Təpəbaşı tərəfdə yerləşirdi, Əzbəyev adlı 8 illik məktəb. O birisi isə Gedər çay yaxınlığında, orada Gedər çay vardı. Yanında da stadion, köhnə stadion, orada yerləşirdi. Axundov adına tam orta məktəb idi. Mən də oxumuşam o məktəbdə bir neçə il. Deməli, orada da sırf Azərbaycan məktəbi idi. İrəvan şəhərində olan Azərbaycan uzaqdan yaxından hardan olsa dair məktəb yox idi ki, gəlirdi orada oxuyurdular. Məktəbdə Azərbaycan müəllimləri idi, amma ki, erməni müəllimləri idi deyə ermənicə keçirdilər. Onsuz da İrəvan şəhərində erməni dilindən başqa dil işitmirdi. Rusca əgər danışırdınsa cavab vermirdilər, ya söyürdülər, ya xidmət eləmirdilər. Ona görə də orada olan Azərbaycan türkləri də, ruslar da, digər millətlər də hamısı ermənicə danışırdı. Yəni bizə orada belə rahatlıq, sakitlik olmayıb. Mənim yadıma gəlir ki, hələ mən uşaq ikən çörək almağa gedəndə həmin o bağ evində də o təpə başındakı evlərini əlindən almışdılar sonra nənəmgilin, qalmışdı ancaq bağ evləri. Bağ evləri də elə bil ki,
yoldan, mağazadan uzaqda idi. Mən çörək almağa gedəndə orada uşaqlar, öz yaşıdları, məndən 1-2 yaş böyüklər qışqıra-qışqıra cumurdular üstümə. Türk gəldi, Türk gəldi. Başlayırdılar daş atmağa, başlayırdılar söyüş söyməyə. Mən də qorxa-qorxa tez girib çörəyi alıb qaçardım, amma evdə heç vaxt şikayətlənmirdim. Öz-özümə fikirləşirdim ki, eyb yox, mən böyüyərəm. Böyüyəndə mən hafını alaram bunlardan. Böyüyəndən sonra mən getmədim ora. Bir neçə dəfə getmişdim. Hətta yaxınlaşdım saatsaza saatımı düzəldən. Onlar qoymadılar ki, məni düzəltmədi ki, sən niyə rusca danışırsan? Mən deyim, mən erməni deyiləm, mən bilmirəm. Dedi ki, sizin yeriniz bura deyil, siz ümumiyyətcə niyə burada yaşayırsınız? Çıxın, rədd olun, gedin. Yəni artıq hər addımda hiss olunurdu ki, ermənilər nəyəsə hazırlaşır, sadəcə olaraq bizim ağlımıza elə şey gəlmirdi. Çünki bizim ürəyimiz təmiz bir millətik. Biz heç vaxt fikirləşməzdik ki, bizə qarşı belə bir şey eləyərlər. Mənim nənəm danışırdı ki, Türkiyədən gələn ermənilər nənəmi çarşaflı görmüşdülər deyə bilirdilər ki, türkdür. Ondan çox yaxşı rəftar eləməyə çalışırdılar və türkcə danışırdılar. Onda deyirdilər ki, mən uşaq da olsam onların danışığına qulaq asırdım. Deyirdilər ki, Allah bunlara lənət eləsin. Bizi Allahdılar gətirdilər ki, güya orada elə bir quruluşdur. Toyuq cücə hamısı küçələrdə kim istəyir götürsün, kəssin, yesin. Toyuqlar küçələrdə yumurta verir. Bütün kim istəyir küçələr dolu yumurta da getsin, götürsün, yesin. Orada hər şey kimə getsən sənə kömək eləyir, nə bilim nə eləyir. Amma gəldik hər şeyin tərsini gördük. Burada bu ermənilər bizi qəbul eləmir. Bizlə normal rəftar eləmirlər. Deyirlər ki, siz dönməsiniz. Dönməyə daşırdıvaç deyirdilər ermənilər. Deyir ki, siz dönməsiniz, siz türklərdən də betərsiniz. Buna görə onlar bir-birini sevmirdilər. Və onların da deməli 88-ci il, 89-cu ilin əvvəllərində İrəvan şəhərində qalan o Azərbaycan türkləri də oradan didərgin saldılar. Bəziləri evlərini dəyişə bilmədi, bəziləri evlərini dəyişmək istəyəndə evdən çıxartdılar, bəzilərini güya satın almaq kimi pul vermədilər, nəysə. Oradan da camaat canlarını götürdü, qaçdı. O İrəvan şəhərində Azərbaycan dilində institut var idi. Orada bir neçə fakültə var idi. Azərbaycan dili ədəbiyyatı müəllimlərini hazırlayan tarix fakültəsi var, tarixlər, riyaziyyat fakültəsi var idi. Son vaxtlar oradakı dərslər də baş tutmurdu. Çünki küçəyə çıxanı vururdular, döyürdülər, təhqir eləyirdilər. Ümumiyyətcə məktəblərin, institutun arasına qıfıl vurdular, heç kim buraxmadılar. Və beləliklə də biz ümumiyyətcə Qərbi Azərbaycan torpaqlarımızı itirdik və böyük ürək ağrısı ilə, soyuq xatirələrlə dədə-baba yurdumuzu tərk elədik. Və bizim millətin bu mərhəmət hissi heç vaxt ölmədi. Amma qeyrət hissimiz getdikcə gücləndi. Gəldik Azərbaycan torpağına, bir qaçqın kimi gəldik. Bu qaçqınlıq çox ağır bir dərddir. Amma böyük bir dərdimiz var, Qərbi Azərbaycan dərdi. Biz hökmən qayıtmalıyıq, biz hökmən qayıtmalıyıq və öz dədə-baba yurdlarımızı o ermənilərdən xilas eləməliyik. Oranın havası, oranın suyu bizim üçün dərmandır. Və mən belə bilirəm ki, bizim o kənd bizim üçün çox darıxıb. Bizim o səs-küylü həyatımız üçün, bizim o qonaqlarımızı o dağlarda gəzdirməyimiz üçün. Həm xoş xatirələr, həm acı xatirələrimiz var. Amma o xoş xatirələri belə yadımıza salanda yenə çox kədərlənirik, çox duruq. Çünki o bizim görə bilməyəcəyimiz yerlərdir. Amma yenə də ümid eləyirəm ki, bəlkə də nə bilim bir vaxt gəldi gedə bildik.